Tanınmış Azərbaycanlı stilist, vizajist, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb. Deyas xəbər verir ki, o məşhur stilist Georgi Kot ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşımın şərh bölümündə Şəfəq Novruz Georgi Kot üçün çox dəyərli müəllimim, mənim üçün müqəddəs adam yazıb. Lakin bu paylaşım yerli sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və Şəfəq Novruz müxtəlif tənqidlərə məruz qalıb. Qeyd edək ki, Georgi Kot Abxaziyada erməni əsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Aqazyan erməni millətindəndir. Gününüz aydın olsun, qeyrətli Azərbaycan xalqı. Bu yaxınlarda qərar çıxdı ki, sosial şəbəkələrdə kimisə təhqir eləmək, kimisə şərəf ləyaqətini alçatmaq, digər bir əxlaqsız bir viddə efirlərə çıxmaq, müəyyən bir xalqın əxlaqını pozan bir məsələlərə görə yüksək cərimələnəcək. Və bu gözəl haldır. Bəli, mən də sevindim, şad oldum, alqışlayıram, o qanunu tətbiq edənləri də alqışlayıram, o qanunları bəyan edənləri də alqışlayıram. Ancaq belə bir məsələ var ki, hansı ki, mən belə şeyləri görəndə əsəbdən partlayıram, mən içimdə partlayıram, mən hal-hazırda elə bir vəziyyətdəyəm ki, mənim o imkanım yoxdur ki, aparım o cəriməni ödəyim. And olsun Allah, elə bir həddə gəlib çıxmışam. İstəyirəm canlı açam, qeyrətli insanlardan kömək istəyim ki, mənə kömək olun. Bu layiqi, yəni ki, hansı ki, o layiqdir o insanlar. Onları mən söyüm, içimi boşaldım, içim partlamasın. Mən xəstəlik tapmayayım. Belə insanlara görə. Düzdür, kimisə şərəf ləyaqətini tapdalamaq, söymək, təhqir eləmək mənim təbiətimdə yoxdur. Sadəcə mənim şəhidimi tapdalayan, mənim şəhidimin haqqını tapdalayan, mənim xalqımın haqqını tapdalayan. Belə bir vəziyyətdə mənə artıq hər bir şeyə məcbur eləyir. Allah mənə səbir versin ki, mən hardasa bir fəsad törətməyim. Belə bir fəsadlar törətməyim, başım ağrımasın. Ancaq sizə bir şey deyim. Bu insan, Allah rəhmət eləsin, Ramiz Novruza. O insan, Ramiz Novruz bizə kimi tanıtdı? Azərbaycan milli qəhrəmanını tanıtdı, Həzasanovu tanıtdı, kişi obrazı ilə. O insan həyatda da kişi kimi yaşadı, səhnələrdə də kişi, obrazlarında da kişi, hər bir yerdə kişi kimi. Ancaq onun qızı bugünkü gün gedib ermənini qucaqlamağı, Samirə kimi gedib xalqın adını batırmağı, bu artıq o insana, o kişiyə yaraşmır. O kişinin evladı bu hərəkəti eləməməli idi. Xanım, sən bilmirəm, adını da bilmirəm, heç maraqlı da deyil. Sənin qardaşını tanıyıram, Cavidan, komedixanada tanımışam. Gözəl aktyordur. Heç olmasa ən azından onu düşün. Atana Allah rəhmət eləsin. Düşünmədin atanı. Heç olmasa Cavidanı düşün. O insan yetərincə hörmət qazanıb, yetərincə sevilir. Yəni belə bir şeyləri heç olmasa xalqınızı düşünün, bir millətinizi düşünün. And olsun Allah, mən o 44 gündə 3 gün getdim voyinkomata. Mən dalaşdım orada. Az qala voyinkomdan qırğına çıxırdım ki, məni apar. Dedi sənin yaş həddindən keçib. Buna baxmayaraq mən bilənlər bilir nələr elədim. O 44 gündə nələr elədim. Maddi, mənəvi, hər cürə dəstək oldum dövlətimə, xalqıma. Ancaq indi bugünkü gün o niyə heyfslənmirəm? Əvvəl heyfslənirdim, gəlirdim uşaq kimi ağlayırdım. Gəlirdim o 44 gündə ağlayırdım ki, mən neyniyim, mən nətər eləyim, mən niyə şəhid olmuram? Mən niyə qazi deyiləm? Mən niyə döyüşmürəm? Mən niyə döyüşdə deyiləm? Amma bugün deyirəm ki, şükür Allaha. Şükür Allaha ki, şəhid olmadım. Şükür Allaha ki, qazi olmadım. Şükür Allaha. Çünki mənim yorum çatlayardı. Mənim ağrılarım sızlayardı. İndi hansı ki o qazilərin ağrıları sızıldayır, hansı ki o şəhid anaların, şəhid balalarının ürəyi partlayır ki, kimə görə, nəyə görə? Axı bu niyə belə oldu? Niyə? Bax bu qadınlarımız, bu qızlarımız niyə gedib bizim şəxsiyyətimizi, bizim millətimizi vurur yerə? Niyə axı? Ay qız, səni nədir məcbur eləyən? Azərbaycanda elə bir kişi yoxdur, sən gedib onu qucaqlayıb şəkil çəkdirəsən. Yoxdur bəyəm. Hansısa bir Azərbaycan oğlunu qucaqlayıb belə şəkil çəkdirsəydin, adamı yandırmazdı. Deyərdi ki, eybi yox, Azərbaycan oğludur. Sənin eşidin, bax Samirə ilə sən ikiniz də və sizi fikirdə olan insanlar, eşidin məni, yaxşı qulaq asın. Gedək bu dəqiqə Rusiya, hansı ki ermənilər kompakt yaşadığı yerlərə, onların qadınları ölür bizim kişilərdən ötürü. Bizim qadınlar Rusiyada bir dənə erməni ilə salam aleyküm eləmir. Eləmir onu. Hansı ki bugünkü gün Rusiyada yaşayan Azərbaycan qadınlarını bəyənmirsiniz ki, ruslaşıblar. Ancaq onlar o qələti eləmir, o səhvi eləmirlər. Nə oldu siz burada yaşaya-yaşaya bu şəhidləri, bu acıları görə siz bunları unutdunuz, gedib erməni. Kimdir sizi təbliğ, bu məcbur eləyən kimdir sizi? Axı niyə belə eləyirsiniz? Siz nə məcbursunuz ki? Siz gedib buradan Gürcüstandan sən gedib erməni stilistini qucaqlayıb bir şəkil çəkdirirsən, hə? Niyə Azərbaycan? Bu gün and olsun Allah, Quran haqqı bəlkə də sizin də qabağınıza çıxıb. Erməni bloger var, Bella. Onu Kamran Razmov var, həmişə onunla mübahisələr aparır. Erməni blogeri Bella, bir də bir qız var, adını bilmirəm, erməni. Çıxıb nə dedilər? Dedilər ki, bax Quran and olsun, tək balamın canı çıxır. O istəyirsiniz o videonu da paylaşaram. Çıxıb deyir ki, efirdə o Samirə istəyib ki, erməni kişisini qucaqlasın. Onun ürəyindən erməni kişisini qucaqlamaq keçib. Erməni kişisini qucaqlamaq keçib. O sülh məsələsi deyil, o sadəcə sülhsevər insan şəhidini, and olsun Allah, o videoda deyir ki, şəhidini unudan qadın, Azərbaycan qadını necə sülh sevə bilər ki? Yəni bu nə deməkdir? Bu birbaşa bizim xalqı təhqir eləməkdir. Bu birbaşa Samirə kimilərinə, bu qız kimilərinə görə bizi təhqir eləməkdir. Niyə belə eləyirsiniz? Niyə? Bax o biri videomda da Samirə haqqında videomda da deyirəm. Dövlətin rəsmi qaydada, cənab prezidentimizin rəsmi qaydada dünyaya bəyan eləməyi ki, biz sülhsevər xalqıq, biz erməni ilə düşmənçiliyimiz yoxdur, biz ərazi bütövlüyümüzü böyüdürük. Bu o demək deyil ki, ay qızlar, qızcığazlar, bu o demək deyil ki, gedin erməni ilə qucaqlaşın.
Erməni ilə qucaqlaşın demək deyil. Bu cənab prezidentimiz dünyaya bəyan edir. Öz siyasəti ilə, öz humanist rəftarı ilə dünyaya bəyan edir ki, biz erməni ilə düşmançılıq yox, sadəcə ərazi bütövlüyümüzü bərpa eləyirik. Amma siz kimlə boş başınıza vurmursunuz ki, erməni bizim düşmanımızdır. Biz bu gün hansısa bir rəsmi qaydada erməni gəlir, bu dünyaya göstərməkdir ki, ay dünya, biz erməni ilə düşman deyilik. Bu o demək deyil ki, hə qaç get erməninin qabağına, get erməninin ayağının altına yıxıl və orada başla hoqqa verməyə. Bu o demək deyil. Siz biraz siyasətə girməyin. Siyasətə girməyin. Gedin öz pozalarınızı, gedin öz hoqqalarınızı qıraqda verin. Azərbaycanın adını batırmayın. Utanın, Azərbaycanın qeyrətli, ləyaqətli qadınlarından utanın. O şəhid analarının göz yaşından utanırsınız siz. Utanırsınız onların göz yaşı elə qurmayıb. Vicdansızlar. Mən sizin nə cür deyim? Nə deyim ki siz ürəyim soyusun? Baxın ürəyim necə soyusun? Bax sizə mən nə deyim? Söyə bilmirəm sizi. Söyə bilmirəm and olsun Allah. Mən o harası gedib sizlərə görə mən hardasa cərimə ödəyəsi deyiləm, qanunu pozası deyiləm, dövlət qanunu. Məni məcbur eləməyin bunlara. Allah sizin kökünüzü kəssin. Mən sadəcə şükür Allaha ki, qanunda qarğışa cərimə yoxdur. Mən ona görə deyirəm ki, Allah sizi kimi qadınların kökünü kəssin bu ölkədən. Allah sizi bu ölkəyə çox görsün. Mənim ancaq əlacım ona qalıb ki, siz şəhid analarını, şəhid balalarını, o qəbrini qucaqlayıb ağlayan şəhid balalarını haranıza yerləşdirdiniz? Hansı vicdanınıza yerləşdirdiniz onu? Hə? O uşaqlar ürəyi, qəlbi qırıq böyüyür. Fəxrlə böyüyür, qürurla böyüyür, bəli, amma ürəyi, qəlbi qırıq böyüyür. Onlar da sizi kimi atalarını qucaqlamaq istəyir. Allah vicdanınızı kəssin. Allah sizi bu ölkəyə çox görsün. Kim ki ermənini özünə yaxın bilib, gedib onunla qucaqlaşır, gedib onunla nə bilim hoqqalar verirsə, Allah onların kökünü kəssin bu ölkədən. Allah onları elə erməniyə möhtac qoysun. Erməniyə möhtac qoysun ha. Onlara bu xalqın, bu dövlətin, bu millətin çörəyi qismət olmasın. Onlara erməni çörəyi qismət olsun. İnşallah. Allahdan onu istəyirəm. Başqa heç nə demirəm. Allah xalqımızı, qeyrətli xalqımızı qorusun. Bir iş yoldaşım var idi Moskvada, erməni ilə dalaşdı, erməni qadını ilə. Bu o tacik idi, bu erməni. Taciki təhqir elədi. O da qayıtdı dedi ki, bütün dünya bilir, bütün Rusiya hər yer bilir ki, bu Vanyuchi Erməni. Vanyuchi. Yəni iylənmiş erməni. Bilirsiniz nə deməkdir? Onların o iylənmiş ermənilərini onların bioloji bədənində olan iydir. Yəni ki, mən bəlkə belə deyim, bəlkə irgənəsiz onlardan. Ay qadıncığazlar, bəlkə irgənəsiz. Amma onların qadınları həmişə çalışıb bizim kişilərlə təmas qursun. Həmişə çalışıb həmişə bizim əvvəllər katibə, müdirlərin hamısının yanında erməni qadınları işləyirdi. Azərbaycan qadını katibə zad işləmirdi, ancaq ermənilər işləyirdi. Onlar həmişə bizim kişilərə can atıblar. Onların o siyasəti olub. Onların siyasəti olub ki, biz olaq, Azərbaycan olaq. Və sizin siyasətinizdən, siz də erməni olmaqsa, bizim müsbətimiz var Azərbaycan xalqı kimi, qeyrətli xalq kimi. Onlar can atıb biz olaq, türk olaq, nə bilim Azərbaycanlı olaq. Onlar qanunu dəyişib eləmək istəyirlər ki, bizdəki olan müsbət kişilik, qeyrət onlara keçsin. Və siz nə əldə eləmək istəyirsiniz o erməni kişisindən? Bir qeyrətlilik, şərəfsizlik əldə eləmək istəyirsiniz. İstəyirsiniz onlarla təmas qurub, onlarla münasibətə girib, onlardan bir dənə törəmə gətirəsiniz ölkəyə. Onların qanı qeyrətsiz qanı var. Yəni ki, onu unutmayın, gedin onların tarixini açın. Onların qeyrəti olsa, kimisə torpağına göz dikməz. Onların şərəfi 100 illərdir davam edir. Onlar atxotdular. 1-ci Pyotr Allah lənət eləsin. Onları Suriyadan, Livandan gətirib yerləşdirib İrəvana ki, türklərlə biz birləşməyək. Osmanlı, Oğuz türkü ilə biz birləşməyək. Biz birləşməyək, bir olmayaq. Türk dünyası birləşməsin. Yəni onlar o qədər şərəfsiz millətdirlər. Amma siz gedib o şərəfsizlərə, bu cür şərəfli xalqı atırsınız onların ayağının altına. Allah qeyrətlilərimizi qorusun. Mən o qızlara görə şəhid ailələrindən üzr istəyirəm. Allah xalqımızı, dövlətimizi qorusun.